Salam aleykum değerli dostlar, değerli izleyiciler. Bizim YouTube kanalımızın Sultan Ofis ailesi hamınızı Ayşe Hanım'la birlikte salamlayırıq inşallah. Mən də buradan izləyicilərimizi salamlayıram. Çox qəşəng, əsl kənd həyatının təqdimatına gəlmişik. Bəli. Biz daha sizə bu günlər kənd evinin çəkilişindəyik. Bax binədə kənd evi deyilən ev bax belə bir ev olur. Dostlar, həyətində bax belə bir yeri var. Kombisi bütünlüklə yerli. Gəlin bura. İş var bura. 12 sotun içindədir dostlar. 12 sotun içində 140 kvadratlıq həyət evidir. Tövləsi var. Gəlin bura dostlar. Bu adam burada mal-qaradan tutmuş hər şey saxlayıbdır. Mal-qara, inək, böcək, nə bilim, nə desəm burada maşallah saxla, qoyun, quzu, addenli yerləri də var. Kənd həyatının evi. Qiymət də ki 135 minə dostlar. Burada ördəkləri var. Gözlə bizə də Ayşə xanım. Buranı belə açın. Bax burada addenli tövlədir. Bax belə bir quş, nə bilim axı, ördək, mördək saxlamaq üçün addenli bir yerdir. Həyət qabaqdadır. Bura hələ evin tövlə yeridir. Dostlar, ona qədər axıra qədər izləyin, kanalımızı bəyənib abunə olmağı unutmayın. Bilin ki, Sultan Ofis YouTube kanalı ancaq şəxsi evlər, mərdəkan villalar, şualan villalar, ancaq belə evlər çəkəcək. Gəlin bura. Yəni bahalı, şəxsi, qəşəng, belə oturulmuş ev istəyənlər müraciət eləsinlər. Bura evin həyətidir. Bax evin həyətidir. Əvvəl burada parnikstad olubdur. Parnikstad var. Evin özü o tərəfdə, o tərəfdə də həyət yeri var. Göstərsin Ayşə xanım sizlərə tam geniş. Gəlin. Yuxarıda sıqam var, tut ağacları var, dəyərli dostlar. Gəlin bura. Təhrözə bax, təhrözə. Basen, kəllə vır çim. Dostlar, normal bildiğiniz basendir. Qəşəng. Bunlara bakarsın. Hayatında yerine bitirdi. Yetişip buyurun. Birini de ben yiyeyim. Bu qəşəng kompot olur, lezzetli. Gelin. Var dostlar. Süper. Qiymət də münasibdir, ev də münasibdir dostlar. Evin həyəti böyük, yəni bildiyiniz 12 sot. Bildiyiniz 12 sot. Gəlin bura həyəti bacan baxaq ətraflı. Sonra keçəcək evimizin içinə. Gəlin bura inşallah. Suya bax, suya bax. Bulaq suyu, dostlar, təmiz bulaq suyu. Alan aldanmaz, evdə damlanmaz. Bu evi kim aldı, Zekboşda partlatdı, həqiqətən də dəyər. Yani 135 minə real alıcıya indirim olacaq dədə. Gəlsin. Aha. Ev sahibi həqiqətən qızıl adamdır. 170 mindən düşüb 135 minə. Şimdi bir yerə qədər. Mən demirəm da dostlar sizə, qiymət dedim mən. Həqiqətən 170-dən düşübdür. Gəlin bura. Qaraj hissəsi. Dostlar, maşını rahat salmaq üçün qaraj yeri. Dedim axı sizə, mən bağ evi göstərirəm. Dostlar, dədə-babadan bağ evlərində, kənd evlərində tualet hamam çöldə olurdu. Bax, tualet hamamı çöldə. Necə lazımdır? O vaxt kənddə nə hisslər yaşayıbsınızsa, uşaqlıq vaxtında. Gəlin, elə burada da həmin hisslər yaşanılacaq yəni ki, kənd evidir. Necə lazımdır? Kulturlu kənd evi, dostlar. İnşallah keçir evimizin içinə. Gəlin, Ayşə xanım, sizin heç də danışmırsınız, nəticə. Yox, Rövşən bəy, biz siz o uşaqlığın bir anda gözümə qabağına gəldi. Şağanda bizim belə köhnə evlərimiz var idi. Bildiyin kənd evi. Ona görə bir yaxdandan seyr edirəm, maraqlı gəlir. Hələ evin içi lap maraqlıdır. Gəlin Allahın izniyle, gəlin inşallah. Bismillahirrahmanirrahim deyək, keçək evin içinə. Selamun aleykum və rəhmətullah. Ev koridor sistemlidir dostlar. Bax, koridor sistemlidir. Kənd evlərinin müasir tiplidir bu. Əvvəl kənd evlərinə girəndə həmişə zala girirdin. Zal bölünürdü. İndi müasir tiplisində. Koridor sistemlidir. Bax, burada mətbəx hissəmiz. Göstərək. Əsl nənələrin yeridir bura. Əsl nənələrin yeridir. Pəncərələrin arka olmağı. Gəlin bura. Bura evin zal hissəsi. Bax, qəşəng bir dənə otaq, səliqəli.
normal qaydada. Sonra burada evin bir dənə otağı dostlar. Bütün hər tərəfi işıqlıdır, öz həyətinə baxır. Ay maşallah, burada bir zaldır elə bir. Bura elə bir zalı buradır, ora yox. Oraya yataq otağıymış. Bura bir dənə otaq dostlar. Geniş, böyük gördüyünüz kimi. Arxası bağ, bağça, şəraiti, hər şəraiti var da evin. Mükəmməl bir genişlikdə. Kənd evidir də. Böyük olmalıdır. Burada bir otağımız dostlar. Gördüyünüz kimi. Real alıcılar buyursun, əlaqə saxlasın. Qiymət 135.000. Real alıcısını gözləyir. Allah xeyir versin. Alana da, satana da, həmçinin bizə də. Amin.